Mən də salamlayıram Fariz bəy, sizi, Ziyadə xanımı və əziz qonağımızı Elməddin bəy, Simavuzda bütün izləyicilərimizi salamlayıram. Demək, ilk olaraq Allah Taala Quranda insanları bəyənilməyən adlarla çağırmağı qadağan eləyir. Yəni, insanlara bəyənilməyən ad, ləqəb taxmaq, onları məsxərə obyektinə, gülüş obyektinə çevirmək bəyənilmir. Bu, Quranın və Allahın fikridir və ümumiyyətlə psixologiyada uşağa bəyənilməyən ad qoymaq həm dində, həm qeyri-dini, dünyəvi psixologiyada bəyənilməyən amildir. Çünki bəyənilməyən adlar uşaqların üstünə qoyulan zaman, hətta bizdə hədisdə də var, sevgili Peyğəmbərimiz bir küçədən keçəndə bir ərəb dilində ifadə olunan bir qızdan soruşur, adın nədir? Ona bir çirkin mənasını ifadə edən ad deyir qız. Peyğəmbər onun valideynlərini çağırır və uşağın adını dəyişdirir. Deyir, qıza və xüsusilə övlada belə ad qoymaq doğru deyil, düzgün deyil. İndi zaman keçdikcə biz bu hədisi də anlayırıq. Cəmiyyətdə özümüzə mövqe tutanda bu hədisi anlayırıq. Mən böyük bir prizmadan icazə versiniz, bir qısa olaraq bir məsələ işarə eləmək istəyirəm. Bizim müqəddəs insanlar, peyğəmbərlər və övliyalar, Allah dostları, peyğəmbərlərin adları onlara cəmiyyətdə ifa elədikləri funksiyaya görə verilir. Yəni, əgər bir peyğəmbərin adı Muhammed sallallahu aleyhi və səlləmdirsə, o hansı aləmdə hansı rolu ifa eləyəcəksə, o ad ona görə ona verilib öncədən, hətta uşaqlıq vaxtında. Yəni, gələcəkdə o hansı rolu ifa eləyəcək cəmiyyətdə, onun hüquqi şəxsiyyəti necə olacaq? Öncədən Allah bilirdi və onu o adla adlandırırdı. Yəni, belə deyildi ki, uşağa ağzımıza gələn bir adı verək, sonra indi cəmiyyətdə nə olar da. Peyğəmbərlərdə belə deyildi. Yaxşı olar ki, bizdə də elə olsun. Biz istəyirik övladımız cəmiyyətdə necə böyüsün, ona həmən ada uyğun bir ad verək. Elə olanda o ad da cəmiyyətdə uşağın üstündə təsir edir. Mən bir dənə də tarixi misal vurmaq istəyirəm. Məsələn, Ərəbistan yarımadasının tarixində, İslam tarixində araşdıranda, orada savaşların birində Xəndək müharibəsi deyilən bir savaş var. Mədinənin ətrafında müsəlmanlar xəndək qazmışdılar, kafirlər ora girə bilməsinlər. O xəndək savaşında Əli ibn Əbi Talib savaşırdı. Böyük pəhləvanlarla savaşırdı. O savaşdığı insanlardan biri də Əmr adında bir adam idi. Bu adam rəcəz oxuyurdu döyüşdə, insanlar özünü tanıtdırırlar, mən kiməm filanam. O çox özünü təriflədi, mən kiməm. İmam Əli orada sadəcə rəcəz olaraq düşmənin qarşısında oxuduğu bir cümlədən ibarət olan bir şeir oxudu. Dedi, Ənəlləzi səmmətnə ummi bi Heydərə. Mən o şəxsəm ki, mənim anam mənə beşikdə şir deyirdi. Beşikdə mənə şir adlandırmışdı. Yəni, təsəvvür edin, İslam tarixində Əli ən böyük pəhləvan kimi anılır. Bugün tarixçilər deyirlər ki, onun adının da ona böyük rolu oldu, onun pəhləvan kimi tanınmasında. Anası onun beşikdə Heydər deyirmiş, şir, yəni ərəb dilində. Yəni, biz uşağı necə adlandırırıqsa, cəmiyyətdə uşaq o formada özünü ifa eləyə bilir. Yaxşı olar ki, böyük qəhrəmanların adını övladlarımıza qoyaq, yaxşı adlar övladlarımız üçün seçək ki, övladımız da cəmiyyətdə gözəl nümunəvi adına görə addım atsın. Təşəkkür edirəm, Hacı. Hacı, sizcə bu ad dəyişmək hansı yaşda olsa, bu daha yaxşı olar? Elməddin bəy gözəl vurğuladı. Dedi, mən qüsur kimi qəbul elədiyim məsələlər sonra mənim üçün çevrildi, nailiyyətə səbəb oldu. Məsələn, bəzi məsələlər var, xəstəlik kimi qüsur biz üçün yaranır. Orada biz onu çalışırıq, ondan istifadə edək və o ilə məşhurlaşaq hər nə. Amma burada ad qoymaq məsələsi fiziki qüsur deyil. Bu valideynlərin səhvidir. Yəni, burada düzdür, uşağın üstünə əgər bəyənilməyən ad qoyulubsa, çalışmalısan ki, o adın fərqinə varmayasan, biraz qoymayasan, ruhuna təsir eləsin. Amma niyə mən onu yaşamalıyam? Yəni, valideyn niyə düşünməməlidir mən ad qoyanda? Bugün bu veriliş gözəl verilişdir. Biz biraz da maariflənməliyik. İnsanlar övladlarına ad qoyanda, hətta məsələn, bugün düzdür, kimsə götürüb hansısa texnologiyayı o vaxtın adını qoymur, misal, Sovet vaxtında. Amma bugün daha böyük səhvlər eləyirlər. Bugün də ötəri adamların, misal, kiminsə adını gətirir, övladına qoyur, yaxud da hansısa Hindkin olsun,
yaşında olan uşağın adını da qoyurdular övladlarına. Yenə baxırsan, məsələn, o adam müəyyən zamanda məşhurlaşıb, o zaman keçəndən sonra başqa bir zamanda artıq o adamı heç kim tanımır. Sən, məsələn, deyirəm, 50 il bundan qabaq sənə kimsə ad qoyub uşağa, bugün 50 ildən sonra həmən o kinonun o personajı heç kim tanımır. Əlbəttə ki, bu ötəri bir, bəli. Sən güclə başa sarırsan ki, mənim atam o vaxtı bir filmə baxıb oradan mənim adım gün. Amma ölməzlərin adını qoyanda necə olur? Bizim gözəl Azərbaycan adlarını qoyanda necə olur? O həmişə yaşayır. Nə qədər Azərbaycan xalqı varsa, o ad yaşayacaq. Nə qədər, məsələn, kimsə Əlinin, Muhammədin sallallahu aleyhi ve sellem adını qoyursa, o ad həmişə yaşayacaq tarix durduqca. Kimsə uşağına Fatimə adı qoyur, Məryəm adı qoyur. Misal deyirəm də, kimsə, məsələn, Banu adı qoyur, misal. Nə qədər Azərbaycan ədəbiyyatı var, Xurşid Banu Natəvan var, misal deyirəm də. Deməli, bu ölməzlərin adını qoymaq lazımdır. Ona görə heç vaxtı da o ad da ölməyəcək, yaşayacaq, heç kim də ondan ikrah hissi yaşamayacaq. Və bir də uşağa o ad qoyulanda, mən gəlib 40 yaşıma çatmışam, misal, bugün istəyirəm adımı dəyişəm. Axı, mən orada bir travmalar yaşadım o adla bağlı. Mən haradasa utandım o adı dilimə gətirməyə. Və yaxud, məsələn, biri mənə deyirdi, bir nəfər var, mənə alladıb, ticarətçidir, adı Muhamməddir. Telefonumda onun adını pis yazmaq istəyirdim. Muhammed adına görə utandım, onun adını pis yazmadım. Yəni, qeydiyyata almaq istəyirdim. Yəni, hətta sən 1-0 həyata, 1-0 həyata öndə başlayırsan, adın gözəl olanda. Kimsə səni qarşılayanda, bir də bizdə belə bir məzə üçün danışırdılar, deyir, komendant saatı olur şəhərdə, saxlayırlar, deyir, adın nədir? Fatimə. Deyir, sən buraxıram, mənim qızımın da adı Fatimədir, Peyğəmbərin qızının da adı Fatimədir. O birisində deyir, sənin adın nədir? Kişi o deyir, mənim də adım, məsələn, Vəlidir, Hasildir, amma məhəllədə mənə Fatimə deyirlər. Yəni, görsün, o adın özünün 1-0 öndə olmağını göstərir də. Nə gözəl olar ki, biz öz övladlarımıza gözəl ad qoyaq. O ad ona motivasiya verəcək. Adam adı araşdıracaq. Niyə mənə atam bu adı qoyub? Niyə də? Məsələn, bizim də övladlarımıza qoyuruq, dindar olduğumuza görə Əli, Həsən, Muhammed. Keçən dəfə danışıram, üzr istəyirəm evdə. Oğluma deyirəm ki, indi sənin oğlun olsa, mənə xoşum gələr, sən o adını qoyasan Atabəy. Deyir, niyə deyirəm, bilmirəm də, mən bu addan çox xoşum gəlir, Atabəy adından çox xoşum gəlir. Yəni, görürsən, insanda ad özü sənin üçün bir gözəllik vasitəsi kimidir. Sən o uşağa gözəl adı qoyanda, uşaq da biləndə ki, atam bunu sevdi, mənə qoydu. Uşağın özü də öz adını təqdim edəndə cəmiyyətdə başqa cür təqdim edir. Çox üzr istəyirəm sizdən, mən çox maraqlıdır. Biz haradasa yaşımız aramızda çox olmaz da, yəni mən başa düşürəm. 3-4 yaş. Siz ümumiyyətlə adınızı atanız qoyur. Bəli, atam. Çox maraqlıdır bu. Həmin dövrdə, çünki mən yaşı çox olan fariz tanımıram. Yəni, haradasa 50-dən yuxarı yaşlı mən fariz görməmişəm, bilmirəm. Hətta biz 20-25 yaşımıza qədər universitet dönəmimizdə mən fariz adında adama çox az rastlaşırdım. Və hətta bəzi vaxtlar düşünürdüm ki, atam niyə, hardan bu adı qoyub mənə fariz adında. Sonra, məsələn, bu Göyçə mahalı tərəfdə bu ad çoxdur. Qiymətin bilər. Sonra yavaş-yavaş müasir zamanda daha çox oldu da bu ad. Bəs adın mənaları hacı? Misal üçün, ikimizin də adı farizdir. Məşhur oxatanlara fariz deyirdilər. O da var. O da var. Quranda da var. Quranda Bəqərə surəsində fariz sözü keçir. Orada müdrik qoca mənasını ifadə edir. Məsələn, qoca yaşlı. Sonra fərz eləmək, fariz, fərz eləmək, düşünən, xəyal eləmək. İsmi faildir ümumiyyətlə qrammatikada, ərəb adı da fərz sözündəndir, fərz edən anlamında. Yəni, iş görən, fərz edən mənadadır. Zəki mənasında ifadə edir. Böyük fəlsəfəçilərdən də Misirdən olan fəlsəfəçilərdən birində İbn Fariz vardı, bir nəfər tarixə düşmüş adam var. Yaxşı olar ki, o adı insan, mən belə düşünürəm, yadıma düşdü indi. Bir dənə olimpiyada çempionu var, Çeçen xalqındandır. Rusiyadan güləşirdi, Buaysar Saytiyev. Buaysar, iki qardaşdılar, rəhmətə getdilər. Çox məşhur. Məsələn, onun mən danışığını dinləmişdim internetdə bir dəfə. Deyirdi ki, mən Çeçenlər mənim adımdan yox idi. Bu Vaysar adını qoymuşdular mənə. Çox nadir hallarda bəlkə axtarsaydın, haradasa tapardın. Sonra mən gəldim, deyir, o Çeçen xalqının ən ağır vaxtında, deyir, mən başladım onlara belə sevindirmək onları.
sevindirirdim deyir. Yavaş-yavaş mənim adım onların dilinə düşdü və hamısı başladı mənim adımı qoymağa. İndi bu gün ən çox qoyulan adlar siyasindədir bu Aysar adı. İndi adam o adı yaşatmaq bağlıdır. Onun öz xalqında nə qədər sevimli olmağı. İndi yaxşı olar ki, insan üstünə götürdüyü adı da ləyaqətlə, şərəflə böyütsün. Adın haqqını versin. Haqqını versin, gələcək nəsillər də o adı istifadə eləsin. Dəyişilməyən adlar da var da. Məsələn, adam var, adı Səxavətli Simicdir. Ad oturmuyor. Ədalətdir, adı özü Zülfikarın. Tam əksi antonimdir. Məsələn də. Amma qorxmaz da adı, amma ən qorxaq uşaqdır. Məsələn, ola bir də adı oturmur adamın üstündə. Səxavət adlı adam tanıyıram, bildiyin qaya parçası. Simic. Simic nə? Simic yaxşı sözdür. Belə daş parçası olmasa özünü də yaşatmır, ətrafına da bir şeylər. Yəni burada bir çətinlik yoxdur, adını dəyişə bilər də adam. Dəyişə bilər əslində, sadəcə qınağa görə deyir ki, yəni mənim... Orada əslində qınaq da olmamalı. Bizdə İmam Əli əleyhissalamdan hədis də var bu barədə. Deyir, öz keçmiş fikirlərimizi, əlbəttə təbiidir, bu dini məsələlərə aid deyil. Keçmiş adət-ənənə, mən belə düşünürdüm bir qədimdə filan, onları öz övladlarımıza, müasir övladlarımıza güclə sırmağa çalışmayın. Məfhum belədir, mənası belədir. Mənim keçmişdə bu adı xoşları gəlib qoyublar. İndi mən zorla bunu uşağıma qoymalıyam. Babamın adı belə olub, imam adı deyil, peyğəmbər adı deyil, milli adı deyil. Məsələn, bir adət-ənənədən gəlib qabağa dəyişdə nə var? Burada gözəl bir incə məqam da var. Deməli, valideynlərin adlarını qoymaq. Demək, bu Azərbaycan birliyi olub da. İndi Cənubi Azərbaycanda bu bizim Azərbaycanla olan arada qohumluq əlaqələri var. Orada qohumlar var, əmisi uşağı, dayısı uşağı falan orada qalıb. Əsr keçib üstündən. Adam gedir görür ki, burada kimin adını nə qoyublar, övladlarını orada da o adı qoyublar. Qohumlarını tapıb danışır. Deyir, təkrarlayırmışlar. Buna görə ki, itməsin. Bağ itməsin. Bağ itməsin. Məsələn, bir ata qalıb orada, övladın biri bu izdadır, biri də orada qalıb. O məqsədli şəkildə. Yox, amma böyük həsrət var ya. Gedib, Allah düşümüz bizə oldu. Birləşəndə görürsən ki, yəni o da o adı qoyub, babanın adını, ulu babanın adını yaşadıblar. Yəni, babaların adını qoymaq o mənada çox böyük məsələ. Çox həssas bir məsələ. Yaxınlarda öz keçmişimizi araşdırır. Bir də düşün onların araz sayına baxanda, ağlamağına. Onlar həmişə çaya baxıb ağlayıb, o tərəfə keçə bilməyib, buradakılar o tərəfə keçəməyib. Mütləq surətdə. Bir də məsələ burada bizim babaları araşdırırdın, şəcərəni. Məsələn, kəndimizdə bizim Masalını Sirəbil kəndi araşdırırım. 300 ildir babalarımız oradadır, o kətdə. Görürüm ki, babalar, məsələn, adı Hacı İbrahim, oğlunun adı Ələskər, yenə adı İbrahim. Bir təkrarlanır. Əgər bu təkrarlanırsa, biz bilərik, arxivə baxan kimi tanıyacağıq bizim babalarımız kimdir. Yəni, bunlar gözəl və özəl məsələ.